Hər kəsin evində olabiləcək ən asan və tezbazar şirniyyat hazırlayacaq. Bunun üçün bizə lazımdır 1 limon suyunu çıxardırıq. Qoyuruq 15 dəqiqə qaynayır. Sonra blenderin içinə qoyuruq. Üzərinə əlavə edirik 80 ml zeytun yağı, qarğıdalı yağı, yəni sizin əlinizin altında hansı duru yağ varsa onun. Və bunu blenderdən keçiririk. Keçdik. Üzərinə 1 stəkan, yəni 180 qram şəkər tozu əlavə edirik. Sonra keçək bir məsələyə. Kimin evində hansı yumurta varsa, bax gördüyünüz bu qaz yumurtasıdır. Bu toyuq yumurtasıdır, bildirçin deyil. Bu broilerdir, peçatı da var. Bu da ki həyət toyuğudur. İndi kimin əlinin altında hansı yumurta varsa onu eləyə bilər. 2 toyuq yumurtası və ya 1 qaz yumurtası. Və biz 1 qaz yumurtasını seçəcəyik. Bunları saxlayarıq sonraya. Və narahat olmayın, yulub. Bu arada yumurta istəyə görədir. Yumurta yoxdursa vurmaya da bilərsiniz. Üzərinə əlavə edirik 400 qram un. Blenderdən bura qədər istifadə edirik. Daha sonra digər unu əlavə edib xəmiri yoğururuq. Əlavə etdiyimiz unun üzərinə də 1 paket qabartma tozu əlavə edirik. Və xəmirimizi yoğururuq. Belə bir xəmirimiz alındı. İndi bunları götürürük. Yumruluyuruq. İstəsəz belə də sobaya qoya bilərsiniz. İstəsəz şəkər pudrasına batırıb sonra sobaya yığa bilərsiniz. Bu sizin zövqünüzə bağlı. Bunları yumruladıq, şəkər pudrasına batırdıq və hamısına azadlıq verəcəyik. Nə qorxudacağıq, nə də barmaq eləyəcəyik. Elə yumru sobaya 180 dərəcədə 15-20 dəqiqə alt üst qızıdılmış sobaya qoyub pişirəcəyik. Pişdi mi? Pişdi. İndi keçək əsas məsələyə, onun dadına. Düzdür, istidir. İçinə baxın. Necə ovulur. Sizə deyim ki, möhtəşəm. Əlimə sağlıq. Nasıl olsun? Uşaqlığımızda yediyimiz ləzzətli priyanikin dadını verir. Amma priyanik deyil, bu limonlu piçeniklərdir.